Bəli, həqiqətən də Almaniya son illərin ən böyük rəqəmsal böhranlarından birini yaşadı deyə bilərəm. Sualınıza cavab olaraq bildirim ki, yerli vaxtla gecə yarısından sonra təxminən 00:30 radələrində ilk qatarlar hərəkəti yavaş-yavaş bərpa etməyə başladı. Lakin problemin vurduğu ziyan və miqyas hələ də tam bəlli deyil. Çərşənbə axşam saatlarında ölkənin əsas rəqəmsal rabitə sistemində, yəni GSM-R şəbəkəsində kütləvi nasazlıq yarandı. Nəticədə Almaniya boyu qatarların hərəkəti dayandı. Yüzlərlə reys təxirə salındı və ya kütləvi gecikmələr baş verdi. Almaniya Dəmir Yolları konserninin, yəni Deutsche Bahn'ın verdiyi məlumata görə texniki problem qatarların idarə edilməsi üçün istifadə olunan daxili rabitə kanallarında qeydə alınıb və şirkət xüsusilə vurğulayır ki, bu qəza ən çox ölkənin cənubunda, yəni Bavariya bölgəsinə təsir edib. Hazırda orada qatarların hərəkəti ciddi şəkildə məhdudlaşıb, bir çox istiqamətlərdə isə hərəkət tamamilə qeyri-mümkündür. Və qeyd edeyim ki, bu nasazlıq həm uzaq məsafəli sürət qatarlarına, həm də regional şəhərlər ətrafı marşrutlara ciddi zərbə vurdu. Rəsmi nümayəndə bildirir ki, qəzanın baş vermə səbəbi artıq müəyyən edilib, lakin hələlik bu barədə ictimaiyyətə dəqiq məlumat verilmir və səbəb açıqlanmır. Qeyd edeyim ki, sözü gedən GSR-R rəqəmsal rabitə sistemi Almaniyada dəmir yolunun sütunu sayılır. Çünki qatarların təhlükəsizlik hərəkəti, maşinistlər, dispetçerlər və idarə etmə mərkəzləri arasında bütün məlumat mübadiləsi məhz bu sistem vasitəsilə həyata keçirilir. Və onu da xatırladım ki, analoji hadisə sonuncu dəfə 2 il əvvəl 2022-ci ilin oktyabrında qeydə alınmışdı. Sonradan aparılan rəsmi araşdırma göstərmişdi ki, həmin qəzaya səbəb kabel avadanlıqlarının bədxahlar tərəfindən qəsdən zədələnməsi, yəni təxribat olmuşdu. Berlin təbii ki, bu dəfəki qəzanın da bütün detallarını araşdıracaq. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.